gözəl məclisimizdə çox hörmətli dəyərli qonaqlarımız əyləşib. İstərdim böyük məmnuniyyətlə onları məclisimizin bu gözəl anına mikrofona dəvət edeyim. İlk öncə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim müəllimə mən salamlayıram. Müstəqim müəllim, xoş gəlmişsiniz. Gələn qədəmləriniz mübarək olsun. Milli Məclisin deputatı Anar Məmmədov bu gözəl məclisimizi qonaqdır. İlham Məmmədov bu gözəl məclisimizin qonaqdır. Salamlayırıq, xoş gəldin deyirik. Tərtər rayon hüquq mühafizə orqanlarının rəhbərləri əyləşib. Əli müəllimi salamlayıram, Elçin müəllimi salamlayıram, Rəşad müəllimi salamlayıram. Adın çəkib çox hörmətli dəyərli qonaqlarımızı böyük məmnuniyyətlə məclisimizin bu gözəl anına dəvət edirəm. Gələn qədəmləriniz mübarək olsun. Arzu edirik qədəmləriniz hər zaman belə gözəl günlərə, toy şənliklərini açılsın. Yeni Azərbaycan Partiyasının sədri Eldar müəllim əyləşib. Salamlayırıq, xoş gəldin deyirik. Dəyərli qonaqlarımızın hər birini məclisimizin bu gözəl anına dəvət edirəm. Mən Vətən müharibəsi qəhrəmanı uzun ömür can sağlığı arzulayıram. Deyir, məhəbbət könlümün şirin sərbəti, məhəbbət dünyanın yaraşığıdır. Məhəbbət aşiqin gücü, qeyrəti, düşməni düşmənlə barışığıdır. Onsuz ürəklərə düşərmi biriz? Yaşadar könlündə sevinci, qəmi, bizim özümüzü bizdən xəbərsiz dünyaya məhəbbət gətirməkdir. İşte bu dünyanı sevirəyincə, ancaq nifrətə də yaxın ol biraz. Namərdlik dünyadan silinməyincə, təkcə məhəbbətə güvənmək olmaz. Mən Azərə və onun həyat yoldaşına məhəbbətə güvənməklə arz edirəm. Sağ olun. Əlimizdən gələn edir. Əziz məclis iştirakçıları, çox hörmətli əziz qardaşımız, Azər qardaşı, onun ailə üzvlərini, yaxınlarını, təzə qohum olduğunuz bütün qohumlarınızı səmimi qəlbdən təbrik edirik. Azər qardaşımız nəinki sizin ailənin qəhrəmanıdır, nəinki qəhrəman tərtərinin qəhrəmanıdır. Azər qardaşımız bütün Azərbaycanın qəhrəmanıdır. Mən də təbrik edirəm, xoşbəxt olsunlar, gözünüz aydın olsun. Sağ olun. Əziz qohumlar, mən sizin hər birinizi salamlayıram və təbrik etmək burada olmaqla xüsusi qürur keçirdirəm. Çünki mən bu ailənin nə az, nə çox 1989-cu ildə birinci kursa daxil olduğum vaxtdan tanıyıram bu ailə ilə, yəni ailənin mərhum qardaşı Faiklə bir yerdə oxumuşum gedir. Mən sizə, ailənizə göz aydınlığı verirəm, Allah xoşbəxt eləsin və təbii ki, biz bugün xoş sözlərimizlə yanaşı, hamımızın Ulu Tanrıdan bir arzusu var ki, hər şey elə bilərik. Ən gözəl səviyyədə toyla keçirənlər, bir bəxtini onların Ulu Tanrı versin, xoşbəxt olsunlar və Azərbaycanın layiqli övladlarını dünyaya gətirsinlər və təbii ki, sizin ailə Azərbaycan xalqının, dövlətimizin ən layiqli, nümunəvi bir ailələrindən biridir və təbii ki, bu belə də olmalıdır. Gözünüz aydın, çox sevindim ki, mən bugün əzizlərimin, əziz dostumun və çox sevindirəm ki, qardaşımın oğlu vətən qəhrəmanıdır və mən orada iştirak edirəm, bu toyda iştirak edirəm. Çox sağ olun, söz verdiyinizə görə təşəkkür edirəm. Mən öz adımdan, ailəmiz adından, çox milli Tərtər rayonu Azərbaycan Partiyasının üzvləri adından Azər balamızı təbrik edirəm. Allah can sağlığı versin, xoşbəxtlik versin və Azər balamız Tərtərimizdə çox yüksək artsan qazanıbdır. Azər balamıza bir daha can sağlığı, ailə xoşbəxtliyi arzulayır. Qardaşlar, Allah sizi yaratsın. Sağ olun. Hakim müəllim də buyursun. Dəyərli qonaqlar, mən də təbriklərə qoşuluram. Azər, səni təbrik edirik. Sən bizim dəyərlimizsən, biz səni çox istəyirik. Biz səndən qürur duyuruq. Tərtər polisləri də qəhrəmanlarımızla, qazilərimizlə birlə 44 il vətən müharibəsində qəhrəmanlıqlar göstərirlər. Və bugün üçün biz qəhrəmanlara borçluyuq, qazilərimizə borçluyuq, şəhidlərimizə borçluyuq.
təbrik edirik. Gözümüz aydın olsun. Əziz qəhrəman tərəflərindən mən də hər birinizi təbrik edirəm. Gözünüz aydın olsun. Azərbaycanımızın qəhrəmanı, Azər qardaşımızı təbrik edirəm. Toyun mübarək, əziz qardaş. Salam, Azər, mən də səni təbrik edirəm. Allah xoşbəxt eləsin, bütün təbriklərə qoşuluram. Sağ olun, Bundan önce ben tebrik ederim, yine de tebrik ederim Azər balamızı. Azər balamız bütün Azərbaycanın qəhrəmanıdır. Biz Azər balamızla fəxr edirik, bütün Azərbaycan fəxr edirik. Eyni zamanda bura gələn rəhbərlərin hamısına təşəkkür edirəm. Başqa müştərilərin bütün rəhbərlər sağ olsun ki, bizim qəhrəmanlarımızı, qazilərimizi belə yüksək səviyyədə qiymətləndirirsiniz. Sağ olun, var olan başqa Çəkirsiniz, bunun hamısını çıxarıb verirsiniz. Əziz qəhrəman tərtərilər, hörmətli qonaqlar, əziz qohumlar, dostlar, qardaşlar, qazi qardaşlarımız, şəhid valideynləri. Bugün bizim üçün çox xoşbəxt gündür. Çünki möhtərəm prezidentimiz Ali Başkanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan ordusunun öz şirin canlarını fəda edən şəhidlərimizin şücaəti ilə, qazilərimizin qoçaqlığı, mərdliyi ilə torpaqlarımızın işğaldan azad olunduğu və cəngədən azad olduğu günü. Və bugünkü bu məclisdə Azər təsadüf seçməyib bəlkə bu günü. Çünki Azər Vətən müharibəsində, yəni yaralandığı günlər əfəsində və eyni zamanda Zəngilanın işğaldan azad olduğu gündə və eyni vaxtda rayonumuzun iki vətən müharibəsi qəhrəmanı olması. Biri Azərin timsalında, biri Anarın timsalında. Və Anar həmin gün möhtərəm prezidentimiz Ailə Başkanı, bugünkü gün möhtərəm prezidentimiz Ailə Başkanlarımıza Zəngilan azad olunmasını məruzə eləmişdir. Allah bütün şəhidlərə rəhmət eləsin. Qəbirləri nur olsun. Bugün rayonumuzun 400 şəhidi var. 396-50 şəhid olmuş qazisi var. Hərbi xidmətdə olmaqla beraber 8166 veteranı var. Onun gözdə keçərdə söz və sürmənasına qəhrəmandır. Və bu qəhrəmanımızı bizim üçün Ulu Öndər bəxş edir. Yəni Ulu Öndər tərəfləri qəhrəman adlandırır. Və 44 günlük vətən müharibəsinin hər günündə, hər anında möhtərəm prezidentimiz Ailə Başkanlığı bütün dünya işləvi informasiya və vasitələrinə verdiyi müsahibəsində elan edir. Tərtərin qəhrəmanlığı danılmazdır və bugün qədim Bərdə torpağında belə bir toyun keçirilməsi böyük xoşbəxtlikdir. Azər, sənə təbrik edirəm. Bugün möhtərəm prezidentimiz Ailə Başkanlığı İlham Əliyev cənabı və birinci vitse-prezidentimiz Behriman xanım Əliyevənin şəhid qazi əllərinə göstərdiyi diqqət qayıqlar, imtiyazlı zəif olan insanlara göstərdiyi diqqətə göz qarmaqlar və bunun üçün hər hansısa bir dövlət məmurunun göstərişinə ehtiyac yoxdur. Uşağında tutmuş böyüyünə qədər bu insanlara diqqət qayığı göstərilməkdir. Və rayonumuzda da həm hüquq alanlarına rəhbərlər, həm xidmət təşkilatları rəhbərlər, bütün insanlar bu təbəqədə olan insanların sahib diqqətindədir, həm xidmətindədir və biz bunun üçün özümüzə bir qürur hiss edirik. Və biz bugün bura gəlməmişlərimizdə rayonumuzda böyük bir tədbir keçirdik. İrəvan mətbəxinin 9-cu həmin kitabın təqdimatı idi. Bilirsiniz, ermənilər bütün sahələrdə musiqimizi uğrayırlar, musiqi alətlərimizi uğrayırlar, mətbəximizi uğrayırlar, bizə aid olan yeməkləri uğrayırlar və biz də buna haykıraraq o mətbəxin bizə aid olduğunu sübut elədik. Onun həmin kitabın ilk təqdimatını tərtəz elədik. O gün 3 günə təsadüf elədi. Və bugün mən yəqin ki, kitabın müəlliflərinin səlahiyyətindən istifadə edərək, mən icazəmizlə bu toyda iştirakımdan istifadə edərək, həmin kitabı 19-cu əsr İrəvan mətbəxli kitabını Azəri xanımla hədiyyə eləmək istəyirəm. Qarabağımıza, qəhrəman tərtərimizə və tərtərin Qərbi Azərbaycan ailəsinə xoş gəldiniz. Düşmənin çox saydı canlı qüvvəsi, məhvəldi qəhrəman dağ çirəsi.
şirin